Bu günləri insanları düşündürən suallardan biri budur ki, günah edib tövbə etmək yaxşıdır, yoxsa günah etməmək yaxşıdır? Cavab budur ki, günah etməmək daha yaxşıdır. Hadisə Bəni İsrail oğullarının dövründə baş vermişdi. Bir abid var idi, Allaha ibadət edirdi. Hətta şeytan bir gün ordusunu ətrafına yığır, deyir, bu şəxsi yoldan kimi azdıra bilər. Kiçik şeytan deyir, mən azdıraram. Hansı yolla? Qadın vasitəsilə. Dedi, axı sən bacarmarsan. Çünki onun qadınla heç bir əlaqəsi yoxdur. Digər şeytan dedi, mən azdıraram. Hansı yolla? Yalnız eş-işrət məclisləri qurub həmən insanı oraya dəvət etməklə. Dedi, sən bacarmarsan. Digər şeytan dedi, mən bacararam. Hansı yolla? Yalnız xeyir işlərə dəvət etməklə. Dedi, bəli, sən bacararsan. Şeytan abidin ibadət etdiyi məhəlləyə daxil olur. Görür, abid Allaha ibadət edir və şeytan da başlayır Allaha ibadət etməyə. Abid yorulur, şeytan isə yorulmur. Səbəbini soruşur ki, bəs sən necə oldu? Mən yoruluram, sən isə yorulmursan. Bunun səbəbi nədir? Dedi, səbəbini izah edərəm. Mən bir günah etdim. Günah edəndən sonra tövbə etdim. İndi etdiyim günahlar yadıma düşür, mənə güc qüvvə gəlir və başlayıram Allaha ibadət etməyə. Dedi, mənə də o günahı öyrət, mən də günah edim, sonra başlayım Allaha ibadət eləməyə. Gücüm, qüvvəm artsın. Dedi, bunun üçün yalnız 2 dirhəm pul lazımdır. Dedi, axı mənim 2 dirhəmim yoxdur. Şeytan həmin abidə 2 dirhəm pul verdi. Dedi, gedərsən filan məhəlləyə yaxınlaşarsan və orada əxlaqdan kənar olan bir insan var. Onunla münasibətdə qur, günah elə. Ondan sonra sənə güc qüvvə gələcək və başlayacaqsan daha çox Allaha ibadət etməyə. Abid filan məhəlləyə daxil olur. Və həmən insanın evini digər insanlardan soruşur. İnsanlar təəccüb edirlər. Bu abid buraya nə üçün gəlib? Bəlkə həmən insanı düz yola dəvət etməyə gəlib. Daxil olur həmən insanın evinə. Həmən insan çox təəccüb eləyir. Deyir, sənin kimi qiyafəli, mömin insanların buraya gəlməsi çox maraqlıdır. Necə oldu ki, sən mənim yanıma gəldin? Bəlkə səni yolundan azdırıblar. Əhvalatı mənə danış. Əhvalatı danışır, həmən insan deyir ki, səni yolundan azdıran şeytandır. Əgər geriyə qayıtsan, həmən insanı orada görməyəcəksən. Geriyə qayıdır, doğrudan da həmən insanın orada olmadığını görür, çox təəccüb eləyir. Səhərsi gün həmən insan dünyasını dəyişir və 3 gün həmən insanı saxlayırlar. Və insanlar görürlər ki, bu insanın, bu qadının qapısının üzərində belə bir kəlmə yazılıb. Allah sənin günahlarını bağışladı və Allah səni cənnətlə müjdələdi. Həzrəti Musa Peyğəmbərə xitab olur. Ya Musa, şəxsən həmən qadının özün cənazəsində, dəfnində iştirak elə, bütün insanlar onun dəfnində iştirak eləsinlər. Allah həmən insanın günahlarını bağışladı və onu cənnətlə müjdələdi. Niyə? Çünki o günaha düşmək istəyən bir insanı hətta yoluna qaytardı. Ona görə də Allah həmən insanın günahlarını bağışladı.